Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ərazisində iki qardaş ölkənin silahlı qüvvələrinin birgə döyüş atışlı taktiki təlimi keçirilib. Təlimdə qarşıya əlahiddə ümumqoşun ordu ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin şəxsi heyəti arasında dostluq əlaqələrinin genişləndirilməsi, əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olması, qoşunların idarə edilməsində vahid prosedurların işlənib hazırlanması kimi məqsədlər qoyulmuşdur.
3 mərhələdə keçirilən təlimin birinci mərhələsində əlahidə ümumqoşun ordunun, digər güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazır olma vəziyyətinə gətirilərək müdafiə əməliyyatının aparılması, müdafiə dərinliyinə soxulmuş düşmənin dayandırılması və əks zərbə əməliyyatının planlaşdırılması. İkinci mərhələdə əks zərbənin endirilməsi, düşmənin darmadağın edilməsi və itirilmiş vəziyyətin əlverişli hədlər üzrə bərpa edilməsi. Üçüncü mərhələdə əks hücumu davam etdirərək düşmən ehtiyatlarının darmadağın edilməsinin başa çatdırılması və əlverişli ərazi sahələrinin nəzarət altına alınması sualları işlənmişdir. Təlimin senarisinə əsasən düşmənin fəaliyyətinin izlənilməsi, atəş vasitələrinin, ehtiyatlarının və vacib obyektlərinin koordinatlarının dəqiq təyin olunması məqsədi ilə pilotsuz uçuş aparatları və vizual müşahidə vasitələrindən istifadə etməklə kəşfiyyat bölmələri fəaliyyətə başlayır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, əlahidə ümumqoşun ordu komandanı general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin sədrinə raport verib. Əməliyyat taktiki təlimin şəxsiyyəti, təlimin döyüş atışlı mərhələsinin icrasına hazırdır. Əlahidə ümumqoşun ordu komandanı general-leytenant Əməliyyat taktiki təlimin planı ilə tanış olduqdan sonra bildirilib ki, təlimə əlahidə ümumqoşun ordunun birləşmə və hissələri ilə yanaşı, əlahidə sərhəd diviziyasının, əlahidə əməliyyat briqadasının və mülki müdafiə alayının bölmələrinin ümumilikdə 5000-ə yaxın şəxsiyyəti, 250-dən artıq zirehli texnikası cəlb edilir. 555. Birinci sərhəd zastavasının ərazisində bozulmuş dövlət sərhədi istiqamətində gücləndirmə fəaliyyətləri həyata keçirsin. 16-15. Naxçıvan əlahidə sərhəd diviziyasının çevik hərəkət taboru hücum əməliyyatına davam etdirməyə qüvvəsi yetməyən düşmənin dövlət sərhədi boyu keçirdiyi kəşfiyyat, diversiya fəaliyyətlərinə qarşı tədbirlər görərək dövlət sərhədini möhkəmləndirir. Azimut 320, məsafə 50. Hədəf düşməndir, aşkarlansa məhv edilsin. Hava məkanımızı pozmuş düşmən aviasiyası, müasir məhv etmə vasitələri ilə silahlandırılmış hava hücumundan müdafiə bölmələrimizin dəqiq atəşləri ilə məhv edilir. Yüksək dəqiqlikli atəş idarəetmə sistemləri ilə təchiz edilmiş əlahidə ümumqoşun ordunun artilleriya birləşmə, hissə və bölmələri düşmənin toplanma rayonlarına çıxarılmış bölmələrinə atəşlə zərbələr endirir, hava hücumundan müdafiə vasitələrini, idarəetmə məntəqələrini, ehtiyatlarını və digər vacib hərbi obyektlərini sıradan çıxarır. Birinci eşalonda müdafiə olunan mexanikləşdirilmiş taborların ümumqoşun ehtiyatındakı bölmələri bilavasitə təmasdan hücuma keçmək üçün əvvəlcədən hazırlanmış mövqeləri tutaraq
düşmənin ön xəttdə və yaxın dərinlikdə yerləşən atəş vasitələrini məhv edib, hücuma keçmək üçün əlverişli şərait yaradır. Mi-35M atəş dəstək vertolyotları ilə düşmənin ehtiyatlarına və zirehli obyektlərinə atəş zərbələri endirilir. Hərəkətliyini artırmaq və silahları 8 ədəd Asad tipli idarə olunan raket, 40 ədəd S-8 tipli idarə olunmayan raket. Əks zərbə planına uyğun olaraq ordu artilleriyası düşmənin hərbi obyektlərinə, yüksək dəqiqlikli silah sistemlərinə, artilleriya və idarəetmə məntəqələrinə zərbələr endirir. Üçündə tankerni məhv etmək 27.409 artilleri döyüş sahəsində Tanklar və TOS-1A müasir ağır od atan sistemi ilə düşmənin atəş mövqeləri məhv edilir. Ordu aviasiyası düşmənin dağ zirvələrində yerləşən atəş vasitələrinə və idarəetmə məntəqələrinə aviasiya zərbələri endirir. idarə olunan raket 40 ədəd S-8 Hücum edən qoşunların atəş dəstəyini həyata keçirmək məqsədi ilə artilleriya sistemlərindən düşmənin yeni aşkar edilmiş atəş vasitələrinə, idarəetmə məntəqələrinə və digər obyektlərinə atəş zərbələri endirilir. Əlahidə Ümumqoşun ordunun xüsusi təyinatlı bölmələri hakim yüksəkliklərdə yerləşən düşmən mövqelərini ələ keçirir.
briqadaların tərkibindən ayrılmış tabor və bölük taktiki qrupları düşmənin birinci eşelonda müdafiə olunan bölmələrini məhv edərək dayaq məntəqələrini ələ keçirir. Yerdəyişmə həyata keçirərkən basqına məruz qalmış mexanikləşdirilmiş briqadanın taktiki komanda məntəqəsində düşmənin kəşfiyyat diversiya qrupunun dəf edilməsi üçün əlahiddə əməliyyat briqadasının xüsusi təyinatlı bölmələri fəaliyyətə keçərək onu zərərsizləşdirir. Mülki Müdafiə Alayının pirotexniki tağımı ehtiyatlarımızın hərəkət marşrutlarında düşmənin məsafədən minaladığı sahələri təmizləyərək ehtiyatların və təminat bölmələrinin maneəsiz hərəkətini təmin edir. Hücum edən birləşmə və hissələrin atəşlə fasiləsiz dəstəyini təmin etmək məqsədi ilə artilleriya bölmələri yeni atəş mövqelərinə yerdəyişməni həyata keçirir. Döyüş meydanında sıradan çıxmış döyüş texnikası təmir təxliyə qrupunun peşəkar heyətinin inamlı fəaliyyəti ilə sıradan çıxmış texnikaların toplanma məntəqəsinə təxliyə olunur və qısa müddətdə döyüş meydanına qaytarılması üçün təmir bərpa işləri aparılır. Yüksək hazırlıqlı tibb personalı müasir ilkin tibbi yardım avadanlıqları ilə komplektləşdirilmiş renomobillərdə yaralılara ilkin tibbi yardım göstərməklə onların təxliyəsini həyata keçirir. Düşmənin kəşfiyyat diversiya qrupunun, əlahiddə ümumqoşun ordunun səyyar tibb qrupunun açıldığı rayonda təxribat cəhdinin qarşısı xüsusi təyinatlı bölmələrin çevik və qətiyyətli fəaliyyəti ilə alınır.
Dağlıq ərazidə texnikanın hərəkətinin məhdud olduğu rayonlarda atəş dəstəyinin fasiləsiz təmin edilməsi üçün artilleriya bölmələrinə Mi-17 V tipli nəqliyyat vertolyotlarından Mi-35M vertolyotlarının hava növbətçiliyi aparması ilə döyüş sursatı paraşütlə atılaraq çatdırılır. Ordu komandanının qərarına əsasən birləşmələrin hücum tempini artırmaq və hücumu düşmənin müdafiə dərinliyini inkişaf etdirmək üçün ümumqoşun ehtiyatı döyüşə yerilir. Qoşunlarımızın təyin edilmiş hədd və yüksəklikləri ələ keçirməsinə əlverişli şərait yaratmaq məqsədi ilə düşmən müdafiəsinin dərinliyinə əməliyyat hava desantı adlanır. Ələ keçirilmiş hədlərdə əlahiddə sərhəd diviziyasının bölmələri tərəfindən sərhədin mühafizə zolağının bərpası üzrə tədbirlər görülür. Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam kəlamı səslənib. Ali Məclisin sədri əlahiddə ümumqoşun ordunun silahlanmasına daxil olan yeni silah, texniki avadanlıqlar və pilotsuz uçuş aparatlarına baxıb. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, əlahiddə ümumqoşun ordu komandanı general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov əskər, zabit və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin başa çatması və Azərbaycan xalqının Milli Qurtuluş Bayramı münasibətilə təbrik edərək deyib ki, bugün Milli Qurtuluşun bəhrələri özünü Azərbaycan xalqının həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğunda da göstərir. Dövlətin müstəqilliyi onun ordusunun qüdrətindən asılıdır. O ölkədə güclü ordu yaradıla bilər ki, orada sabitlik və iqtisadi inkişaf olsun. Milli Qurtuluş günündən başlanan sabitlik və həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycan ordusunu daha da qüdrətləndirmişdir. Ali Məclisin sədri deyib ki, bugün müstəqil Azərbaycanda ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkə prezidentinin rəhbərliyi ilə ordumuz inkişaf edərək ən müasir səviyyəyə gəlib çatıb. Ən yeni silah və texnika ilə təminat, vətənpərvər və peşəkar şəxsiyyət, hərbi qulluqçulara davamlı qayğı Azərbaycan ordusunun reallıqlarıdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri də mühüm təşkilatlanma yolu keçərək daha da möhkəmlənmişdir. Azərbaycan xalqının milli qurtuluş tarixinin mühüm bəhrələrindən biri də Azərbaycan-Türkiyə birliyinin daha da möhkəmlənməsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərini bir millətin iki dövləti səviyyəsinə qaldırıb. Hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən hərbi təlimlər bu birliyin, dostluğumuzun və qardaşlığımızın daha bir parlaq ifadəsi oldu. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin strateji
strateji əhəmiyyətini yüksək qiymətləndirərək demişdi. Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Birgə hərbi təlim bir daha təsdiq etdi ki, ordunun gücü yalnız silah və texniki təminatla ölçülmür. Ordunun gücü həm də onun sıralarında xidmət edən şəxsi heyətin ruh yüksəkliyi, möhkəm iradəsi, vətənpərvərliyi və peşəkarlığı ilə ölçülür. Hərbi təlimlərdən çıxan nəticə budur ki, Azərbaycan və Türkiyə ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu bizim ən böyük nailiyyətimizdir. Ali Məclisin sədri hərbi təlimin bütün iştirakçılarını və təşkilatçılarını tapşırıqların uğurlu icrası münasibətilə təbrik edib şəxsi heyətlərə təşəkkürünü bildirib. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, Əlahidə Ümumqoşun Ordu Komandanı General-Leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, Əlahidə Ümumqoşun Ordu təlimdə tam döyüşə hazır vəziyyətə gətirilib. Səfərbərlik planları uğurla yerinə yetirilib, hərbi hissələr döyüş uzlaşması keçibdir. Keçirilən birgə əməliyyat taktiki təlim qardaş Türkiyə Silahlı Qüvvələri ilə hərbi sahədə geniş miqyaslı əməkdaşlığın bariz nümunəsidir. Təlimdə qarşıya qoyulan məqsədə nail olması bir daha təsdiq etdi ki, Əlahidə Ümumqoşun Ordu Naxçıvanın dayanıqlı və etibarlı müdafiəsinə tam hazırdır. Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri General-Mayor Ərzan İlhan Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdıraraq deyib ki, böyük öndərlərimiz Heydər Əliyevin bir millət, iki dövlət və Mustafa Kemal Atatürkün yurtda sülh, cahanda sülh şüarı bu gün keçirilən birgə əməliyyat taktiki təlimdə birliyimizin və bərabərliyimizin ifadəsinə çevrildi. Hər iki silahlı qüvvələrin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə eyni zamanda iki ordu arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər. Ərzan İlhan birgə hərbi təlimlərin təşkilində və yerinə yetirilməsində əməyi olanlara minnətdarlıq etdi. Azərbaycan Respublikasının Müdafiə Naziri General-Polkovnik Zakir Əsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətlərini təbrik edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Əlahidə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir və düşmənə layiqli cavab verməyə qadirdir. Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb. Zakir Əsənov Naxçıvanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə Ali Məclisin sədrinə minnətdarlıq edib. Ali Məclisin sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb. Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan hamı bir nəfər hamı üçün şüarını səsləndiriblər. Mevzimiz değişmezdir. Bir nefer ham üçün, hamı bir nefer üçün. Bir nefer ham üçün, hamı bir nefer üçün.